Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin ve lanetullah ala adaihim ecmaîn. Allahumme accil ve likel ferec. Deməli, imamın əcəlallah fərəcəhin, yəni digər bir faydası, mahiyyəti budur ki, onun təkvini faydaları, xeyirləri var. Yəni insanın ki, məsələn yaşadığı ki, aləmlər, bütün bu yaradılış var. İmam bütün bu yaradılışda, məsəl üçün yaradılış aləmində müəyyən təsirlər edir. Yəni onun faydası nədir? Ki, məxsus da ki, qeybdə olan imam. Ki, bir imam ki, qeybə çəkilibdir, onun belə bir faydası və bu təbii ki, bunun da mənası ilə Əhl-i Beyt əleyhissalamın kəlamlarından ki, ağıl sahibləri nə qədər də ağıl əhli olsalar da, üqala olsalar da, amma yenə də təbii ki, Əimmə əleyhissalamın heç kim önə keçə bilməz. Ona görə də bu mövzuda da bir neçə istəyirəm hədis qeyd eləyək ki, məxsus da bu haqda suallar və bəzən cahillər də deyirlər, görsən ki, məsələn, qeybdə olan imam nə xeyri var? Hətta görsən ki, özünə Əhl-i Beyt davamçısı deyən bəzi cahillər olur ki, savadsızlıqdan, bilməməzlikdən ki, onlar ətrafındakilərin təəssüf ki, düzgün imamı təbliğ etmədiyindən bəzən deyir ki, filan ağa var da, sənin imamın neyinləyib? Və bu təəssüflər olsun ki, hətta dildə, sosial şəbəkələrdə biz bunları dəfələrlə müşahidə etmişik ki, amma etiqad olaraq deyəndə deyir ki, mən 12 imamcıyam. Xülasə, bu sualların cavabı olaraq Əhl-i Beyt əleyhissalamın hədislərinə baxaq ki, onlar nə deyiblər? Bir neçə mübarək hədis istəyirəm zikr edeyim ki, bizi üçün də elm hasıl olsun. Məsələn, hədislərin biri mərhum Şeyx Səduq rəhmətullah əleyh İləlü Şəraidə nəql eləyir. Şeyx rəhmətullah əleyh deməli, İləlü Şərainin 197-ci səhifəsində səhih sənədlə nəql edir ki, Muhammed bin Muslim Ən Abdicəfər aleyhissalam, İmam Baqir aleyhissalamdan hədisi nəql edir ki, Həzrət buyur ki, Lə təbqəl ardu bi qeyri imamin zəhirin o bətinin. Həzrət buyurur ki, yeryüzü imamsız qalmaz, istər aşkar olsun, istər də gizlin olsun. Digər hədis Şeyx rəhmətullah aleyh Kəmalüddin və Təmamun Ni'mədə nəql edir ki, mötəbər sənədlə Əbu Həmzə Somalidən ki, İmam Sadiq əleyhissalam bu cür buyurdu. Qultu ləhu ətəbqəl ardu bi qeyri imamin qalə ləhu bəqaytil ardu bi qeyri imamin saətən ləsəxat. Ki, Həzrətə deyir, İmam Sadiq əleyhissalama dedim ki, yeryüzü imamsız qalarmı, olacaqmı? İmam deyir, yeryüzü imamsız qalsa dağılar. Bəli, amma mərhum Şeyx Kuleyni rəhmətullah aleyh Kafidə mötəbər sənədlə nəql edir ki, Hişam bin Salim İmam Sadiq əleyhissalamla bu cür nəql edir ki, Həzrət İmam Sadiq əleyhissalam deyir, bu cür eşitdim ki, Səmiyyətü Əbu Abdullah əleyhissalam yəqul, qaləllahu əzzə və cəl liyəzən bihərbin minni mən əzə abdiyəl mümin وَلِيَعْمَنْ غَضَبِي مَنْ أَكْرَمَ عَبْدِيَ الْمُؤْمِنِ وَلَوْ لَمْ يَكُنْ مِنْ خَلْقِي فِي الْأَرْضِ فِيمَا بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ إِلَّا مُؤْمِنٌ وَاحِدٌ مَا إِمَامٍ عَادِلٍ. Həzrət buyurur ki, kim, Allah Taala belə buyurubdur ki, kim mənim mömin bəndəmə əziyyət eləsə, mənə qarşı müharibə edibdir. Kim mənim mömin bəndəmə ehtiram göstərsə, ikram eləsə, mənim qəzəbimdən amanda olur. Əgər şərqdən qərbə kimi bütün yer üzündə mömin bir kişi və adil bir rəhbərdən başqa heç kim olmasaydı, mən o ikisinə görə yer üzündəki bütün yaratdıqlarımdan ehtiyatsız olardım və 7 asimanın, səmaların və yerin üzü və o ikisinin, yəni yerlə səmanın arasındakı bərəkətinə görə bu ikisinin arasındakılar ayaqdadılar, diridilər və o ikisinin imanını bir-biri üçün ünsiyyət vasitəsi qərar verdim ki, başqası ilə ünsiyyətdə olmağa ehtiyacları qalmasın. Deməli, digər kəlamında İmam Sadiq əleyhissalam buyurur ki, yer üzü heç vaxt imamdan ehtiyatsız qalmaz. Çünki niyə? İmamsız olsa yer üzü darmadağın olar, məhv olar. Kafidə İmam deməli Sadiq əleyhissalamdan
Fəzl ibn Ömərin nəql etdiyi başqa bir hədis var ki, 1-ci cildin 196-cı səhifəsində ki, orada gəlir həmin hədis mətnlə 3 sənədlə fərqli, təriqlə nəql olunmuş hədisdir. Onun ikisinin sənədi zəifdir, biri isə səhihdir. Ki, amma mətn baxımından da biz baxırıq ki, təsdiqləyir bir-birini. Ona görə biz səhih sənəddə olanı oxuyuruq ki, Əhməd bin Mihrandan ki, Muhammed bin Ali və Muhammed bin Yahya nəql edir və bu sənədlə gəlir Mufaddal ibn Ömər ki, nəql edir Ən Əbu Abdullah aleyhissalam qalə ma cəə bihi Aliyyun aleyhissalam əxəzu bihi və mə nəhyə ənhu və intəhəyyə ənhu cərə ləhu min fadli mislu ما جرى لمحمد صلى الله عليه وآله ولمحمد صلى الله عليه وآله فضل على جميع ما خلق Allah Azze ve Celle. Deməli, Həzrət buyurur ki, Əleyhisselamın gətirdiyini qəbul edirəm, onun qadağan etdiyindən çəkirəm, əlimi çəkirəm, ya uzaqlaşıram. O, Muhammed sallallahu aleyhi ve aleyh tək fəzilətə sahibdir, yəni Peyğəmbərimiz və Peyğəmbərimiz də Allahın bütün yaratdıqlarından əfsəldir, üstündür. Əlinin hökmlərindən birinə tabi olan Allahın və o Rəsulun hökmlərinə tabi olmuş kimidir. Kiçik və ya böyük işdə əlini qəbul etməyəsə Allaha şərik qoşmaq həddində günah edibdir. Və Həzrət buyur ki, Əmir əl-Müminin əleyhissalam Allahın qapısıdır. Və ona çatmaq üçün yalnız oradan keçmək lazımdır. Əleyhissalam Allahın yoludur və bu yoldan başqa bir yolla gedən həlak olar. Bu hidayət imamları üçündə bir-birindən sonra böcürdür. Yəni eyni belədir. Onlar Allahın qapısıdır. O yoldan başqa yolla getmək nə olar? İnsanı həlak edər. Ki Allah onları yer üzünün sütunları qərar verib öz əhlinə ki tərpətməsin, yəni məhv olmasın, onlara görə diridir, ayaqdadılar. Onların yerin altındakı və üstündəkilər üçün Allahın haqqını çatdıran höccətləridir. Deməli, mahiyyət olaraq nədir? İmam varlığı, imamın olmaqlığı, bütün yaradılışın dağılmamağı və neymətlərini istifadə etməsi onların əmin-amanlıqda qalmasının səbəbidir. Yəni imamın hələ təkcə vücudunun varlığı, hələ gör bunun arxasında nə qədər bərəkətlər, neymətlər dayanır. Ki, elə bunun özü də göstəricidir ki, hələ bir müqəddiməsi budursa, imamın varlığının göründü, başqa bunun arxasında nə qədər neymətlər var. Daha sonra məsəl üçün Muhammed bin Fuzeylin nəql elədiyi rivayət var ki, Muhammed Əleyhisselamdan Şeyh Qureyni Qafidə ilə nəql edibdir. 1-ci ilin 179-cu səhifəsində mötəbər sənədlidir. Əli ibn İbrahimdən Muhammed bin İsa, Muhammed ibn Fudayl, Əbil Hasan Əvruda aleyhissalam. Qultu ləhu. Deməli, İmam Rıza aleyhissalam buyurur ki, deyir, həmən bu Muhammed bin Fuzel deyir ki, İmam Rıza aleyhissalama dedim ki, heç yer üzü imamsız qalar mı? İmam buyurur ki, xeyr. Deyir, mən də bu cür dedim. Qultu fəinnə deməli, bir ki, Muhammed bin Fuzel imamın cavabından sonra bu sözü deyir ki, mən imama dedim ki, bəs həqiqətən də bizə belə bir nəql edilib ki, İmam Sadiq əleyhissalam buyurub ki, yer üzü imamsız qalmaz. Bu ancaq o vaxt ola bilər ki, Allah yer üzünün əhlinə qəzəblənmiş olsun. Yəni artıq ora bəla göndərsin ki, məhv olsun. Yəni qiyamət olsun bir sözlə. İmam da cavabında buyurdu ki, fəqalə lə təbqa izə ləsəxat. Deyir, imam buyurur ki, xeyr, yer üzü imamsız qalmayacaq. Əgər belə olsa, yer üzü nə olar? Yer darmadağın olar, məhv olar. Yəni, və həmçində bu məniyə oxşar, eyni Vəhşadan nəql olunan hədis var ki, İmam Rıza əleyhissalam ona da bu cür izah verir. Və eyni zamanda həmçinin başqa bir Əbu Hərasədən gələn hədisdə İmam Baqir əleyhissalamda buna oxşar məna verir. Kafinin 1-ci cildinin 179-cu səhifəsində gələn rivayətdir, mötəbər sənəddir ki, Həzrəti İmam Baqir əleyhissalam buyurur ki, yəni əgər imamın vücudu yer üzündən bir anlıq götürülsə, dəniz dalğaları dənizdəkiləri titrətdiyi kimi yerdə yer əhlini titrədər.
silkələyər, yəni məhv edər mənasında. Və eyni zamanda mərhum Şeyx Saduq rəhmətullah əleyh də fərqli sənədlərlə Kəmaluddin və Tamamün Ni'mədə bu mənalarda rivayətlər nəql edib ki, məsələn onlardan biri Səffan bin Yəhyadan nəql olunur. İmam Kazım əleyhissalamın hədisidir ki, Səffan deyir ki, imam dedi ki, and olsun Allaha, Adəm əleyhissalam dünyadan köçəndən sonra Allah Taala yer üzünə insanların onun vasitəsilə Allaha tərəf hidayət olacağı və bəndələr üzərində Allahın höccəti olan imamdan boş qoymayıb. Kim imamdan ayrılsa yoluna asacaq, kim onunla birgə olsa nicat tapacaq və bu Allahın fərzidir, yəni vacibatıdır, belə deyək. Ki, hətta başqa bir sənədlə Yazid Kənasi nəql edir ki, İmam Baqir əleyhissalam da bu cür buyurdu ki, leysə təbqəl ardu ya Əbə Xalid yevmən vahidin bi qeyrin hüccətin lillah ələn-nas. Ki, imam buyurdu ki, ey Əbə Xalid, Allah Taala ki, Adəmi xəlq etdikdən sonra və yer üzündə məskunlaşdırdıqdan sonra yer üzü bir gündə Allahın höccətindən amanda qalmayıbdır. Yəni boşluqda olmayıbdır. Yəni daim höccət olubdur. Hətta İbn Əbu Yafır da İmam Sadiq əleyhissalamdan bu mənada nəql edir ki, Kəmaluddinin 230-cu səhifəsində səhih sənədlə keçir və Şeyx Xəzzazın da həmçinin əsərində və həm də Əl-İmam Ət-Təfsir kitabında mötəbər sənədə Əbu Hamza Somalidən də İmam Baqir əleyhissalamın bu cür buyurduğu rivayət gəlirdi ki, yer üzü, yəni varlığına imamın, yəni mövcud olması üçün imamın vücuduna möhtacdır. İmam olmasa, dövrün höccəti olmasa yer məhv olar və eyni zamanda öz əhlini udar. Və həmçinin də başqa bir hədisdə dərəcətdə Şeyx Səffar nəql edir ki, Abdullah ibn Əbu Yafır İmam Sadiq əleyhissalamdan belə nəql edir ki, Kən Ali ibn Əbi Talib əleyhissalam alimə həzihil ümməti vəl-ilmu yutəvərəsu və leysə yəmliyə minna əhədun hətta yərə min vuldihi mən ya'ləm ilməhu və lə təbqəl ardı yəvmən bi xeyri imamin minnə təfzəu iləyhil ümmətu. Həzrət buyurur ki, Əli ibn Əbi Talib əleyhissalam ümmətin alimi idi və elm əhl-i beytə irs olaraq keçir. Bizlərdən də heç kim əleyhissalam övladlarından hansının onun elmini irs apardığını görmədən ölməyəcək. Və yer üzü ümmətin ona ehtiyaclı olduğu imam olmadan ayaq üstə qala bilməz. Salamat ola bilməz. Və eyni zamanda da İləl-i Şəraidə Hüseyn bin Ziyaddan İmam Sadiq əleyhissalamın bu mənada ki, hədisi var ki, Hüseyn bin Ziyad nəql edir ki, lə yəsluhun nasu illə bi imamin və lə təsluhul ardu illə bi zəlik ki, insanlar imam olmadan islah olmazlar və yer üzü də imamla islah olar, nizamlanar. Ki, imam olmadan yenə də nizamlanmayacaq. Yəni, o nizam, intizam itəcək, sistem dağılacaq, yaradılış. Və həmçinin də Əmr ibn Sabitin nəql elədiyi hədis var ki, atasından, o da İmam Baqir əleyhissalamdan belə nəql edir ki, İmam buyurdu ki, Ləv bəqaytil ardu yevmən bila imamin minnə ləsəxət bi əhlihə. Deyir, imam buyur ki, əgər yer üzü bir gün bizə əhl-i beytdən olan bir imamdan boş qalarsa, yəni o imam olmazsa, öz əhlini məhv edər, yəni yer kürəsi, yaradılış ümumiyyətlə, öz əhlini məhv edər, udar. Allah onları da ən şiddətli əzaba düçar eləyər. Allah deyir, bizi yer üzündə özünün höccəti və yer əhlinin əminamanlıq vasitəsi qərar edin. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm mənim əhl-i beytim o səmanın ulduzları kimidir. Onlar necə göy əhli üçün əminamanlıqdır, mənim də əhl-i beytim yer əhli üçün əminamanlıqdır. Ki, nə qədər Həzrət buyurur ki, biz onların arasında olacağıq, insanların arasında olacağıq ki, və o zamana qədər yerin onları udmasından əminamanlıqda qalacaq. Və Allah da nə zaman onları yer əhlini, yəni həlak eləmək istəsə, heç bir möhlət verilmədən biz onların arasından özünə tərəf qalxacaq və həmin vaxt Allah da istədiyini eləyəcək. Və eyni zamanda mərhum
Şeyx Sadiq rəhmətullah başqa sənəddən də rivayət nəql edir ki, Zürarə İbn Əyyun deyir İmam Sadiq əleyhissalamdan ki, İmam Hüseyn əleyhissalamın barəsində danışırdı və həmin hədisin bir hissəsində bu cür qeyd edir ki, وَلَوْلَا مَنْ عَلَى الْأَرْضِ مِنْ حُجَجِ اللّٰهِ لَنَفَضَتِ الْأَرْضُ مَا فِيهَا وَأَلَقَتْ مَا عَلَيْهَا إِنَّ الْأَرْضَ لَا تَخْلُ سَاعَةً مِنَ الْحُجَّةِ Həzrət buyurur ki, əgər yer üzündə Allahın höccətləri olmasaydı, yer öz içindəkiləri silkələyib zahirə çıxardar və öz üzərindəkiləri udardı. Yer üzü bir an belə nə oldu? Höccətsiz qalmaz. Mərhum Şeyx Numanın da Əl-Qeybəsində rivayətdə keçir ki, mötəbər sənədlə Müfəddal bin Ömər İmam Sadiq əleyhissalam nəql edir ki, Həzrəti İmam əleyhissalam bu cür buyurur ki, xeyrun tədriyyətin xeyrun min əşrin tərviyyə ki, innə li kulli haqqin haqiqətən və li kulli səvabin nurən. Thumma qal. Deyir, Həzrət buyurdu ki, bir hədisi başa düşmək, onu hədisi rəvayət eləməkdən, nəql eləməkdən daha yaxşıdır, daha xeyirlidir və hər bir haqqın bir həqiqəti və hər bir doğrunun, düzgünün bir nuru vardır. Deyir, sonra imam bu cür dedi, and olsun Allaha biz öz şiirlərimizdən onunla danışdıqda işarə və kinayədən anlayandan savayı heç kimi fəqih hesab eləmirik. Yəni, imam gərək elə işarə verirsə, kəlməsindən onu başa düşməlisin, başa düşməlisin, deməsən fəqih dölsən. Və Əmir-el-Muminin Əli əleyhissalam Kufə məscidində buyurub ki, Həzrət deyir ki, bundan sonra kör, qaranlıq və qara fitnələr baş qaldıracaq. Yuxuda olandan başqalar kimsə xilas olmayacaq. Soruşdular, sual elədilər ki, ya Əmir-el-Muminin, yuxuda olan kimdir? Həzrət buyurur ki, o kəsdir ki, cəmaatı tanıyır, ancaq cəmaat onu tanımır. Bilin ki, yer üzü Allahın höccəti olmadan qalmayacaq. Həddaşdıqları üçün elə edib ki, onu görmürdülər. Əgər yer üzü bir an belə höccətsiz qalsa, öz əhlini udar, höccət insanları tanıyır, insanlar isə onu tanımır. Necə ki, Yusuf əleyhissalam insanları tanıyırdı, amma onlar onu tanımırdılar. Ki, Həzrət də bu kəlamının mübarək yerində Quran-ı Kərimin Yasin surəsinin 30-cu ayəsindən ki, ayəni daha doğrusu oxuyur ki, Bismillahirrahmanirrahim, Ya həssətən aləl ibad mə yətihim minə rasulin illə kanu bihi yəstəhziun ki, vay olsun o bəndələrə ki, elə bir elçi olmadı ki, onlara gəldikdə onlar oyla məsxərə etməsin, onu məsxərəyə qoymasınlar. Ki, imam da bu ayəni oxuyur. Və həmçinin də başqa bir əsərdə, Kifayətül Əsərdə ki, Abdullah bin Hüseyin öz atasından nəql edir, rivayət var ki, İmam Həsən əleyhissalam nəql edibdir. Deyir, Həzrət buyurur ki, xətəbə Rasulullah sallallahu aleyhi və aleyhi yevmən fəqalə bə'dəhə həmdəllah vəsnə aleyh məəşirən nas. Deməli, deyir, Peyğəmbər salavatullah bir gün xütbə eləyirdi, Allaha həmd səna elədi, sonra buyurdu ki, ey insanlar, elə bil Allaha tərəf çağırılmışam və tezliklə bu dəvəti qəbul edəcəm. Yəni, artıq dünyamı dəyişəcəm. Mən sizin aranızda 2 ağır əmanət qoyub gedirəm. Bunlardan biri Allahın kitabıdır, Quran-ı Kərimdir. Digər isə itrəti, mənim itrətim olan Əhl-i Beytidir. Mənim Əhl-i Beytimdir. Və əgər bunların ikisindən möhkəm tutsanız, sarılsanız, heç vaxt, heç bir zaman zəlalətə düşməyəcəksiniz. Ki, onlardan öyrənin, onlardan öyrənin və onlardan öyrəndiyinizi də öyrədin. Ona görə ki, onlar sizdən daha elmlidir. Yer üzü onlardan boş qalmaz, çünki boş qalarsa, yer öz əhlini udar, dağıdar. Deməli, imamın təkvini vilayətinin vücudunda qeybdə olduğu halda biri nədirlər? Onun hələ var olması bu qədər bizə mühümdür ki, yer öz əhlini udmur, qiyamət baş vermir, məhv olmuruq və yaradılışın nizamı sistemi davam edir. İnsanlar işləyir, yaşayır, ailə qurur, nəsil çoxaldır və müxtəlif işlərini icra edirlər. Ki, təəssüf ki, əksəriyyətdə nə olur? Təbii ki, günah və fəsada mürtəkib olur. Və digər amil
rivayətlərdə biz görürük ki, imamın gizli hidayətə səbəb olmasıdır vücudunun varlığı. Məsələn, Kafidə mərhum Şeyx Kuleyni rəhmətullahi aleyh 1-ci cildin 195-ci səhifəsində mötəbər sənəddə hədis gətirir ki, Əhməd bin Mehran Abdüləzim bin Abdullah el-Həsənidən nəql edir ki, ta bu sənədlə Əbu Xalid el-Kabuli nəql edir ki, Səaltu Əbu Cəfərin aleyhissalam ən qavlillah Teala. Deməlidir, Əbu Xalid deyir ki, İmam Baqir aleyhissalamdan Allahın mübarək ayəsi haqqında sordım. Tağabın surəsi 8-ci ayəsidir ki, ayədə buyur ki, Allah Teala Bismillah Fə'minu billahi və rasulihi və nurulləzi ənzəlnə Allaha, Rəsuluna və nazətinin nura iman gətirin. Həzrət dedi ki, ey Əbu Xalid, and olsun Allaha bu nur qiyamət gününə kimi Ali Muhamməddən olan imamlardır. Həzrət buyurur ki, oradakı imam Allahın qiyamətə qədər göndərdiyi nurdan məqsəd imamlardır. Yəni Allahın qiyamətə qədər göndərdiyi həm imamlardır. Və and olsun Allaha, onlar Allahın yer üzərinə nazil etdiyi həmin nurlardır. Ki, ey Əbu Xalid, and olsun Allaha, imamın nuru möminlərin qəlbində günəşin gündüz çağı, gündüz vaxtı açdığı, parladığı nurdan daha işıqlıdır. Ki, ənvar-ı minəş-şəmsil mudi'atil bin nəhar və humullezine yunevviruna qulubel mu'minin və yahcibullah nurahum amman yasha fetuzlemu qulubuhum və yağashuhum biha. Həzrət buyurur ki, Allaha and olsun ki, onlar möminlərin qəblərində daha da işıq edərlər, daha da işıq saçarlar. Yəni burada da mahiyyət olaraq biz diqqət edəsək görürük ki, imamın varlığının vücudu həm də nədir? İnsanların hidayətinə bir səbəbdir. Və hətta Muhammed Əzdinin İmam Kazım Əleyhisselam nəql etdiyi bir hədisdə də var ki, Allah ki, zahir və batın nemətləri sizə mən əta etmişəm ayəsi ki var, deyir, Həzrətdən onun haqqında sual eləyir. Deyir, Həzrət buyurur ki, zahiri nemət aşkarda olan imamlardır. Ki, ən-ni'mətu zahirətul imam-ı zahir vəl-batinətu imam-ül qaib. Və batini neməti isə qeybdə olan imamdır. Deyir, mən də fəqultu ləhu və bunun da cavabında mən imama dedim ki, və yəkunu fil-əimmə mən yəğib. Həzrətə dedim ki, yəni məgər imamlardan kimsə qeybə çəkiləcək, qeybdə olacaq. Həzrət dedi ki, nəm, yəğibu ən əbsərin nas şəxsuhu. Deyir, imam dedi ki, bəli, vücudu insanların gözündən qeybdə olacaq, qeybə çəkiləcək, ancaq onun əlamətləri, zikri, xatirəsi möminlərin qəlbindən heç vaxt çıxmayacaq. Niyə? O biz Əhl-i Beytin 12-cisidir. Və həvəssəni əşərə minna. Və həmçində başqa bir sənədli hədisdə, Kafidə Əbu İshaq Səbi Həzrət Əleyhisselamdan ki, nəql eləyir, onu da Əleyhisselamın əshabı nəql eləyibdir bu hadisəni ki, deyir, Əmirül-Müminin Əleyhisselam ki, bir gün xatəbə bihi Aliyyun Əleyhisselam ələ minbəri Kufə. Kufə minbərində xütbə eləyirdi. Deyir, bunu da götürdülər, yazdılar, imla elədilər. Həzrət Əleyhisselam ki, danışırdı, Allahümme innehu la budde leke min hüccecin fi ardike hüccetin ba'de hüccetin ala halgike yahdunehum ila dinike ve yuallimunehum ilmeke keyle yeteferraka etteba'a avliyaike zahirin gayri muta'in. Həzrət dedi ki, bu cür dedi ki, ey mənim Allahım, sənin yer üzündə bu cür qeyd edir ki, sənin yer üzündə
höccətlərinin olması mütləqdir. O höccətlər ki, bir-birinin ardınca onlara sənin dininə, yəni rəhbərlik etsinlər və sənin elmini onlara öyrətsinlər ki, dostlarının şiələri bir-birindən ayrı düşməsinlər. İstər bu höccət aşkarda olsun, istərsə də gizlində olsun. Və daha sonra burada Həzrət qeyd eləyir ki, kəlamının ardında buyurur ki, Əmirül-Müminin əleyhissalam istər deyir bu höccət, yəni imam aşkarda olsun, itaət olunmamış olsun, istərsə də gizli olsun və intizarı çəkilsin. Necə diqqət eləsə, görün necə imam kəlamları incələyir. Və sonra Həzrət buyurur ki, vücudu sülh dövründə onlardan gizli qalsa da, Əhl-i Beytin qədim yayılan elmləri onlardan, yəni insanlardan gizli olmasın və ədəbləri möminlərin qəlbindədir və möminlər də ona əməl edərlər. Deyir, İmam xütbəsinin bir başqa hissəsində yenə də bu cür dedi ki, və yəqul əleyhissalam fi həzəhəl xütbəti fi mevdi'in axara, ki, başqa bir hissəsində, başqa bir mətni bu cür dedi ki, في من هذا ولهذا بارز العلم إذا لم يوجد له حملة يحفظونه ويرونه كما سمعه من العلماء. Həzrət buyurdu ki, necə də olar azdır, çünki elm onu qoruyacaq alimlər tərəfindən deyildiyi kimi rəvayət və təsdiq edəcək daşıyıcılar olmadıqda yığılır, yəni geri götürürlər. Ey mənim Allahım, mən bilirəm ki, elm bir dəfəlik aradan getməz, sən dəlil və nişanələrinin aradan getməməsi üçün və dostların hidayət olunduqdan sonra azmasınlar deyə yeryüzünü höccətsiz qoymarsan. İstər aşkarda olsun, istər olmaz. Yəni, istər aşkarda itaət olunmamış höccət olsun, istərsə də öldürülməkdən qorxan və qeybdə olsun. Onlar haradadır, neçə nəfərdir? Onlar sayı baxımından çox az, lakin Allah qatında ən əzəmətli şəxslərdilər. Ki, Həzrət bu cür tamamlayır. Əzəmunə indəllah qadra. Bir dərəcəsi var, əzəməti var Allah yanında, sayıları az olsa da. Və başqa bir hədisdə Məs'ədə bin Sədəq İmam Sadiq əleyhissalamdan nəql eləyir. Həzrət deməli burada da qeyd eləyir ki, Əli əleyhissalam Küfə məscidində dedi ki, ey mənim Allahım, sən insanları öz dininə hidayət etmək və elmini onlara öyrətmək, nişanə və dəlillərin aradan getməməsi və dostlarının şiyələrini, yəni Əhl-i Beyt şiyələrinə hidayət olunduqdan sonra azmaması üçün yeryüzünü heç vaxt höccətsiz qoymazsan. Və Həzrətə burada deməli bəyan eləyir ki, Allah təbarək və Teala nə, yəni istər o höccət aşkarda olsun, istərsə də qətlindən qorxu olduğu üçün gizlində olsun, yəni qeybdə olsun və intizarı çəkilsin. Yəni yenə də bunların o baş verməsi üçün imamın vücudu mütləqdir və onları hidayət etməsinə baxmayaraq vücudu gizlində olsa da elm və ədəblər möminlərin qəlbindədir və möminlər fəhum bihə əmilun və möminlər onunla da əməl edərlər, yəni Əhl-i Beytin elmi ilə. Və həmçinin başqa bir rivayətdə də Əbu İshaq Həmədani Həzrət Əleyhissalamın belə dediyini deyir ki, ey mənim Allahım, innəkə lə tuxliyəl arda min hüccətin ləkə alə xalqikə zahirin ov xafə məğmurin li'lən təbtulu hüccəcükə və bəyyinatükə. Deyir, ey mənim Allahım, sən yer üzünü, yeri öz bəndələrin üçün höccətsiz qoymazsan, o ya aşkardır, ya da qətlindən qorxusu var və gizlindədir, yəni qeybdədir ki, sənin aşkar dəlil və nişanələrin aradan getməsin. Ki, hətta başqa bir hədisdə Əbu Həmzə Somali Əbdurrahman bin Cündəbdən ki, o da ta gəlir Füzeyl bin Xədicədən və Kumeyl bin Ziyaddan nəql eləyir ki, Kumeyl də Əhl-i Beytə yaxın Əleyhissalamın xas səhabələrinə idi. Kumeyl bin Ziyad deyir ki, qalə əxədə Əmirül-Müminin Aliyyun aleyhissalam biyədi fə əxrəcəni min zəhri Kufə فلما أسهر تنفس ثم قال يا كميل إن هذه القلوب
Həzrət buyurur ki, deməli, daha doğrusu Kumeyl ibn Ziyad bu cür deyir ki, hədisin əvvəlində ki, Əli əleyhissalam mənim əlimdən tutdu, Kufə şəhərinin kənarına çıxdıq. Çöllüyə çatanda Əli əleyhissalam deyir, dərinə nəfəs aldı və dedi ki, Kumeyl, bu qəlblər bu qapı kimidir və onların ən yaxşısı tutumu olanı daha çox olandır. Yəni qabın nə qədər tutumu çox olsa, o qədər yaxşıdır. Yəni qəlb bir qaba bənzər, nə qədər tutumu çox olsa, o qədər gözəldir. Və sonra Həzrət buyurur ki, Allahümmə belə la təxlul ardu min qaim bi hüccətin accəlallahu fərəcəhu şərəf. Deyir Həzrət sonra deyir ki, Allahım, yer üzü Allahın dəlil və nişanələrini bərpa edəcək şəxslərdən boş qalmaz ki, Allahın nişanələri və aydın dəlilləri aradan getməsin, yəni hüccəti. İstər aşkarda olsun, istərsə də qorxu zamanında gizlində olsun, qeybdə olsun. Bəs onlar neçə nəfərdir, hardadır? And olsun Allaha ki, onların sayı çox azdır. Və eyni zamanda Allah dərgahında böyük bir məqama sahibdirlər. Allah onların vasitəsilə öz dəlillərini və aşkar nişanələrini qoruyub saxlayır ki, onları özlərinə oxşar olanlara tapşırsın, yəni əmanətlərə tapşırsın və onların qəlbində bu toxumu əksinlər. O elmi, onlar işlərin həqiqətindən agahdır, yəni hadisələrin gedişatını bilirlər və qəlbləri yəqin ruhi ilə qarışıbdır. Naz nemət içində olanlara çətin gələn şeylər onlara asan gəlir və onlar cahillərin qorxduqları şeylərə yaxındırlar. Onlar vücudları ilə yerdə və onunla birlikdədirlər, ancaq ruhları ən uca məqamlara bağlıdır. Ey Kumeyl, onlar Allahın yer üzərində xəlifələri və onun dinini dəvət edənlərdir. Yəni biz Əhl-i Beyt imamlarını qəsd eləyir. Necə də onları görmək istəyirəm. Allahdan özüm və sizlər üçün məğfirət istəyirəm, bağışlanmaq istəyirəm. Həzrət deyir ki, ah, şavqan ilə rü'yətəhim və əstəğfirullah li və ləkum. Çox dəhşət bir sözdür. Bu əleyhissalamın məzlumiyyətini göstərən kəlmələrdir. Və həmçinin də xülasə, yəni biz baxsaq görərik ki, həqiqətən də hədislər bizə göstərir ki, imamın vücudunun olmağı ki, yer üzünün daimi qalmasındadır, insanların hidayətinə səbəbdir ki, hətta Təfsir-i Qummidə ki, Peyğəmbər sallallahu xitabən buyurduğu Allahın ki, ayəsi var ki, İnnəmə əntə munzir və likulli qövmin hədin. Ey Peyğəmbər, sən qorxudansan və hər bir qövmin öz hidayət edəni var ki, Əli əleyhissalamdan nəql olunur ki, əleyhissalam belədir ki, la təxlul ərdu min imamin qa'imin və hüccətillah ki, Allahın əlamətləri, dəlilləri aradan getməsin, yer üzü Allahın dəlilləri ilə qiyam edəcək imamdan boş qalmaz. İmam ya aşkardadır və immə xaifən məqhurin ki, ya da belə deyək ki, yəni aşkarda da hamı onu görür, yaxud da imam gizlindir, qeybdədir və onu heç kim görmür. Və həmçinin də Həzrət sözünün sonunda bu cür buyurur ki, o qətl olunmasından qorxu var və zülm altındadır. Yəni imam zülm təsiri altındadır. Bu da bizə göstərir ki, həqiqətən də imamın varlığı bizim üçün nə qədər mühümdür, nə qədər vacibdir, nə qədər faydalıdır. Elhamdülillah Rabbil aləmin.